to paradise and shows. Yeah, yeah, yeah. 'Cause you make me feel like I'm a star of heaven. For too long, for too long. You make me feel like I've been a star of heaven. For too long, for too long. Oh, no, yeah, yeah, yeah. Can I just stay here, spend the rest of my days here? Oh, no, yeah, yeah, yeah. Can I just stay here, spend the rest of my days here? You make me feel like I've been locked out of heaven for too long, for too long. You make me feel like I've been locked out of heaven for too long, for too long. Oh yeah, yeah. Oh yeah, 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 yeah. Oh yeah, yeah. Oh yeah, 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 yeah. Murat! Ayak üstəsiz, rəqs edirsiniz, danışın bizə. Necə idi nömrə? Ay, ağa, mən təəccüblənməyi sevirəm. Mən bu layihəyə əminəm ki, əziz həmkarlarla bərabər məhz təəccüblənməyə gəlmişəm. Baxın, bilirsiniz, biz ümumiyyətlə... Nədir, xoşa gəlir, yaxşı da. Biz ümumiyyətlə Daraqlayır səni, daraqlayır. çox istedadlı bir nəsilik. Çox istedadlı bir nəsilik. Bilən, bilmirəm, bilirsiniz, bilmirsiniz. Bruno Mars mənim dayım oğludur. Və onun repertuarını eşidəndə mən özümdən belə otura bilmirəm. Qopuram bu oturacaqdan. Heç bu layihə boyunca ayağa qalxmamışdım. Ay qırat, ay brat, ay cinatı, ay mənim ürəyim. Mən niyə sevinirəm? Bilirsiniz nəyə görə sevinirəm? Baxın dostlar, bu həftələr boyunca qırat üçün deyilən bir çox təxminlər var idi. O təxminlər əsnasında mənə qırat maraqlı deyildi. Niyə? Yəni Samir Cavadzadə, Fəxri, Çingiz Mustafayev, Elnur Hüseynov, Tima, İlqar Xəyalınoğlu, bu insanlar öz tərzində oxuyurlar da. Burada wow nədir ki? Amma qırat bir xanəndədirsə, alqışlar anı. Qırat bir xanəndədirsə, o mənim favoritimdir ki, o Bruno Mars oxuyur, Maroon 5 oxuyur. Neyinirdin Avroviziya dostunla? Tək gedəydin. Tək oraları dağıdaydın da. Burada imkanlar genişdir Murat. Bura maska şoudur. İlkin Dövlətov. Kamilə Babayeva. Qırat, ay Qırat. Doğrudan da qəlbimizi fəth edənlər, hər biriniz bir-birindən maraqlı idi, gözəl idi, yaraşıqlı idi, şirin idi, həyəcan verirdiniz bizə. Amma finala qalmışsınızsa bu deməkdir ki, bax, burada əyləşən insanlar sizi çox sevdilər. Biz də sizi çox sevdik. Qırat. Və hələ bugün də, baxmayaraq ki, artıq final günüdür, yəni son çəkilişlərimizdir, yenə də təəccübləndirməyə bizi davam edirsən. Sevirəm səni. Teşekkürler. Və təxmininiz bəs Kamilə xanım bu qədər danışdınız demədinizə qırat maskası arxasında kim ola bilər? Təxminim Çoxdan mənim, demişdi. o kosmosla bilirsiniz də, mənim gedgəllərim vardı, amma bu mövsüm nəsə problemlər yaşandı. Yat O da planetliyə görə. Yat Faiq planetli müəllim qoymur da, demişdi. Yat planetli Faiq müəllim söyləmişdi ki, bax bu yat planetliyə görə mənim orada elə bil ki, səslər qırılırdı, kəsilirdi və mən mövsüm ərzində dəfələrlə Fəxri deyirdim. Sanki Fəxri, yaxınam, oralardayam.
hansısa verilişlərin birində Muradın söylədiyi adı da söylədim. Amma əslində 1000 dənə az söyləmişdi. İndi mən durum deyim ki, mən demişdim İlkin Məndən qabaq Dövləti. da oradan kimsə demişdi, xatırlamıram. Deyəsən mən demişdim kimsə elə. İlkin Dövlətov adını deyib bilmirəm. Deyəsən Qırat özüm, üçün deyib, ya nə kim olar? üçün deyibsə. Dostlar, montajda baxın da mən demişəmsə o kadrı bir yerdən qoyun da. Yoxsa nə qədər adama deyərlər ki, bu qızəl orada heç kimi tapmayıb. Teşekkürler. Amma fəxrini də düşünürəm. Fəxri də düşünürsünüz. Buyurun Faiq bəy, sizə işləyək. Mən bura təəccüblənməyə gəlməmişəm. Mən bura həzz almağa gəlmişəm. Bəli, Mən burada əsl show biznes, əsl pop musiqi, əsl səhnə, əsl dekor, əsl aktyor həlli, əsl tamaşa səhnədə nədirsə, bax onu ləzzətlə ayağımın üstünə atıb baxmaq üçün gəlmişəm. Və Azərbaycan tamaşaçısı əsl gözəl konsert havası üçün susuyub. Onlar gözəl konsert görmək istəyirlər. Bax, o primitivlikdən uzaq olan, tamaşaçını təəccübləndirən, həzz çəkdirən, güldürən, darıxdıran bir artist qabağımda durursa hər nömrədə 12 qızıl nömrə oldu maska ərzində. Onun yalnız 3-ü qalıb, 9-unu yola saldıq. O ki qaldı bugünkü Qıratın çıxışına. İlkin, mən Muradın dediyinə qayıtmaq istəyirəm. Bəli, əgər sənin janrın elə pop musiqi olsaydısa əzəldən, digər söylənilən versiyalar kimi. Normal idi ki, sən belə burada çıxış eləyəsən, coşqu ilə coşdurasan buraları. Amma doğrudan da sənin əslin, mən o musiqiçi özülüvü nəzərdə tuturam. Əgər xanəndəlikdən gəlirsə, əgər xalq musiqisindən gəlirsə və sən burada bu qədər transformasiya olub, bu qədər mən bu janrada doğmayam, mən bu janrda da istədiyimi göstərə biləcəm elədinsə, elədi əslində, deyilmi əziz tamaşaçılar? Sənə eşq olsun. Və sənə söyləmək istəyirəm ki, bax bu pilləyə qədər gəlib çatmağın sənin haqq halalındır. Sən bura gəlməliydin. Amma mən də indi sol tərəfə keçirəm. Kamilə xanım kimi Fəxri versiyasını birdən-birə kənara atmazdım. Mən Fəxrini ehtiyatda olan bir oyuncu kimi, futboldakı kimi nəzərdə tuturam ki, Fəxri də ola bilər. Amma İlkin eşq olsun. Değerli detektivlər, siz ötən həftəyə qədər İlkin Dövlətov versiyasına demək olar ki, səsləndirmirdiniz. Səsləndirmişdik. Amma bu dəfə yəni, bu qədər Kadrlara aktiv baxın, deyilsiniz də səsləndirmişik. əminliklə demirdiniz ki, İlkin Səsləndirmişik. Dövlətov. Ağa, Ne oldu bu dəfə? ağa, deyim Nə nə- baş verdi? deyim nə oldu? Əsaslandırmağınızı istəyirik. Deyim nə oldu? Bu günləri bizə ipucunda axı Cəllabadı söylədi. Və İlkin əslən Cəllabadlıdır, bu bir. Bugün yəqin ki, bizə ipucuları elə verdilər ki, şükür sənə ya Rəbbim, yararlı, faydalı ipucuları oldu. Bir də ona görə gəldi bu yararlı, ehtimala. faydalı ipucu demişkən, keçən verilişdə popumuz var, yoxsa evdə tək filmində eyni vaxtda, eyni ildə doğulmuşam. Bu 90-cı il və popumuz var verilişi artıq bir neçə adları mənim beynimdən sildi. İlkin Dövlətov'da 1990-cı ildə bu gözəl dünyaya xoş gəlib, səfalar gətirib. Professor, Belə. Coşkun Bey, sizə işləyək. Əziz tamaşaçılar, əziz efirdən bizi izləyən izləyicilərimiz. Coşkun Bey, necə maraqlı görünür. Siz alqışlayaq onu. Təşəkkür edirəm, çox sağ olun. Brunei Sultanı. Çox sağ olun, çox sağ olun. Bu da Mənlə bir rəqabətə çıxıb, Final- Allaha and olsun. final obrazı 10 bu da. verilişdir ki, mənlə rəqabətə çıxıb. Alqışlayın, görün. Amma paxıl deyil ha. Maşallah. Faiq bəy paxıl deyil ha. Bax, səhnənin işığı, bizim Qıratın çıxışı, sənin işığın bura biraz da işıq qatdı. Həm rəqqasların çıxışı, həm bu dekor, həm oxuduğun, ifa elədiyin mahnı. Çox sağ ol, təşəkkür edirik bu gözəl şouya görə. Nə yaxşı ki, doğrudan da bu şouda varsan, burada iştirak edirsən, finaldasan. Ümid eləyirik ki, super finala da addımva atacaqsan. Təxminlər çox idi. Yəni Çingiz də var idi, Elnur da var idi, Elvin Babazadə də var idi, Samir Cavadzadə də var idi. Amma burada Coşqunun adını çox çəkdilər. Sən doğrudan da coşqu bəxş elədin Coşquna. Və mən təkrarçılıq olmasın deyənə... Təzad. Aha. Təzə ad deyəndə ki, Xəyyəm Mustafazadə deyəcəm mən.
Teşekkürler. Ve Nigar Cemal. Çok Vay, sağ içeride olun. ilkin dövlət oldu. Ki, axır, nəhayət ki. Çox sağ olun. Çox minnətdarlıq bildirirəm. Çox Nigar, sağ olun. çıxış necə idi? Çıxış Bahmət, mükəmməl Vansler idi. Qrat danışasınız. ümumiyyətlə çox mükəmməl idi. Murad burada dedi ki, Bruno Mars, nə bilim, Bibi oğlu, xala Dayıoğlu, qızıdır. dayıoğlu. Dayıoğlu, pardon. Hala qızı demədi, amma Hə, amma bilmirəm niyə hamı deyir ki, İlkin Dövlətov belə, nə bilim Fəxri belə. Mən ümumiyyətlə düşünürəm ki, tam başqa insandır bu. Halal olsun. Çox sağ ol, sağ ol, sağ ol. Mən düşünürəm başqa birisi. Mən nə desən düşünürəm bu Fərid Döngədir. teşekkürler detektivler. Beləliklə gəlin qıratımızı növbəti mərhələyə yola salaq.